Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Türk coğrafiyası ilə bağlı türklərə qarşı mübarizədə olan, türkləri ölümünə dərin siyasət yürüdən, türklərin məhv olması bu coğrafiyada çalışan qüvvələr çoxdur. Türk torpaqlarına tarix boyu göz dikmiş xalqlar, millətlər olub. Onun üçün bizim Türk dünyamızın ataları, babaları Türk coğrafiyasında qırmızı rəngi onunla bağlı əsaslandırır. Türklərə Türk coğrafiyasında zəngin resurslarla bağlı, torpaqlı, yerüstü, yeraltı zənginliyi ilə bağlı hər zaman qanlı müharibələrin içində olduğu üçün onlar, türklər qırmızı qoluna bağlarmışlar. Bu qırmızı bizim türkçülüyümüzün torpaqlarımızda bizə qarşı tökülən qanların rəmzidir. Onun üçün biz türklər qırmızı rəngi və mavi rəngini seçmişik. Bu mavi rəngdə gök tanrıdan və bizim türkçülüyümüzün müdafiəsi üçün və Təngri inancından gələn bir işarələrdir. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Cənubi Azərbaycanda minlərlə Azərbaycanlı köləyə çevrilibdir. Farsların çirkin siyasətin nəticəsində Azərbaycanın daxilinə gizlin yollarla minlərlə Azərbaycan gəncini zəhərləmək üçün narkotikin daşınmasında İran siyasətinin, İran-Fars Molla rejiminin çirkin əməlləri idi. Onların çirkin əməli o idi ki, Azərbaycan gəncliyi sıradan çıxsın, İrandan asılılığı yüksək olsun, İranın onları sadə şəkildə ələ keçirməyi bacarsın və Azərbaycan Qarabağ siyasətində savaşı olarsa uduzsun siyasəti İran gerektirmişdir. Tarix boyu Türk torpaqlarına göz dikənlər, bəzi etnik düşmənçiliklə çirkin siyasətini bu illərdə tarix boyu bizə qarşı yürütmüşlər. Onlar 24 saat ancaq türkçiliyə qarşı mübarizə aparırlar. Biz türklər türk deyəndə onlara qıcıq gəlir, acıq tutur. Onlar vahiməyə düşür, qorxuya düşür. Səbəbi ondan ibarətdir ki, bilirlər ki, zəngin resurslarla bağlı Türk coğrafiyasının, Türk torpaqlarının ələ keçir.